Dua barədə bizə deyiblər ki, dua eləyəndə ürəyiniz nə istəyir, onu istəyin. Arzun evdir, işdir, övladdır, maşındır, belə şeylər istəyir ürəyin. Elə bu şeyləri də dilində istər. Böyük sözləri yük eləmə özüvə. Kumeyl duası oxuyuruq. O Kumeyl duasını Həzrət Əli Kumeyl İbn Ziyada öyrətmişdi. Həzrət Əli onun əlindən tutub aparmışdı bir çöllüyə. Qəlbində qəribə hallar müşahidə elədiyi zaman Kumeyl İbn Ziyadın əlindən tutub aparır çölə, səhraya. Orada bir neçə nəsihət eləyir və başlayır bu duanı eləməyə. Kumeyl duası. İndi mən də cümə axşamı oxuyuram. Səbərtu alə firadik, keyfə əsbiru alə əzabik. Daha doğrusu, səbərtu alə əzabik, keyfə əsbiru alə firagik. Tutaq ki, dözdüm cəhənnəmin əzabına. Necə dözüm sənin ayrılığa? Vəli əleyhissalamın sözüdür. Mən də bu sözü desəm, düzdür. Mənim ixtiyarım var deyəm ki, dözərəm sənin cəhənnəmin əzabına, sənin ayrılığına necə dözüm? Dünyada bəyəm taqətim yoxdur Allahın ayrılığına. Bu mənim ürəyimin sözüdür. Bu artıq yükdür mənim üçün. Mən ki, dünya ilə ürəyimi məşğul eləmişəm, namazdan namaza desə Allah yadıma düşmür, mən bu sözü necə deyə bilərəm? Onu o kəs deyə bilər ki, Əli əleyhissalam həmmam xutbəsində deyir. Möminlər o kəslərdir ki, Allah onlara əcəl müəyyən eləməsəydi, ruhları bir an bədənlərində qalmazdı. Allahın məhəbbətindən tərk eləyib çıxıb gedərdi. Onu o kəs deyə bilər ki, necə dözüm sənin ayrılığa. Mənim ki, istəyim hələ aşağı səviyyədədir. Elə özüm ürəyim nə istəyir, onu istəyim. Azdan başlayam. Azdan başlayayım. Azdan başlayayım, amma dayanmayayım. Çalışım istəklərimi yuxarı aparım, dil dualarını yox. Öz istəklərimi qaldırım yuxarı. Duada dillər əsas şərt nədir? Diqqətlə istəmək. Görürsən, bəzən bizim ürəyimizdə bəzi istəklər olur ki, hər dəqiqə bizi məşğul edir. Toya gedirik, yadımızdan çıxmır, yasa gedirik, yadımızdan çıxmır. Elə o istək ürəyimizdə gəzir, dolanır. Bizim duamız odur, dildəki yox. O ki, ürəyimizdə var, istəyirik onu və o duamız odur. Dua buna deyirlər, dua istəməkdir, dildə nəyisə demək yox. Bizim həqiqi duamız odur ki, bizim ürəyimizdədir. Odur ki, gərək onu dilimə gətirəm. Bugün hələ mənim istəyim bir evdirsə, dünyadırsa, qoy onu istəyim, amma çalışım bu istək bu həddə qalmasın, yavaş-yavaş istəyimi qaldırım. Allah da deyir, məndən istəyin. Soruşa bilərsiniz ki, özü bilmir biz nə istəyirik. Niyə deyir, əl özü duaya qaldırın? Görürsünüz, maşından meyvə boşaldanda, qarpız boşaldırlar məsələn. Altdakı insan əlini açmasa ona vermirlər. Ona görə ki, əlini açmasa onu versələr, düşər yerə partlayar. Zay olar. Allah da neymətləri biz əl uzatmamış vermir. Bəzən istəməmiş verir ona görə ki, bizim diqqətimizi özünə cəlb eləsin. Ki, biz sonra istəyək ondan. Hərdən istəməmiş də verir. Daha doğrusu çox şey verir istəməmiş. Amma bunun da hikməti budur ki, elə bizi istəməyə dəvət, duaya çağırsın, duaya dəvət eləsin. Bir şeyə ehtiyacın yoxdursa, onu özünə yük eləmə. Nə istəyirsən, onu istə. Duanın əsas şərti, insan vasitələrdən naumid olar, üz döndərər. Baxa görə ətrafındakılar necə acizdirlər. Nə qədər dostlar var ki, biz baxırıq, arxalanırıq, dost, oğul, övlad, ata, ana, bunlara arxalanırıq. Amma nə qədər dost var, bir anın içində düşmən olublar bir-birinə. Arxalanası bir şey deyir. Nə qədər varlılar olub ki, qızıl, gümüş sandıqlarının yanında ac, susuz can verib dünyadan gediblər. Nur.az Sərvətin, malın yanında heç bir için su içə bilməyib. Dodağı quruyub,
acından ləziz yeməkləri də yiyə bilmir, bir içim su da içə bilmir, elə dünyadan gedirlər. Orada başa düşəndə ki, bunlar hamısı boş şeymiş, indidən başa düş. Can verən halda ki, görürsən, aciz. Mən görürüm, neçə nəfər, yəni ki, burada oturanlardan da görürlər o can verənin halını. Hamı aciz baxışlarla baxır, xəstə də aciz baxır, başının üstə duranlardır. Heç kəsin əlindən bir şey gəlmir, ancaq ağlamaq gəlir, yaxşı halda. Bu da aciz baxır, hamı üçün o gündən var, hamı üçün. O gündən hamı üçün var. Orada insan başa düşür ki, bunlar hamısı ki, mən bir ömür bunlara arxalanmışam, bunlar boş şeymiş, aciz şeylərmiş, varlıqlarmış. Bunlar heç kömək eləmək, özlərinə kömək eləmirlər. Amma insan bunları dünyada başa düşər. Bu vasitələrin etibarsızlığını başa düşər. Onda elə bilərsən, bu ayə indi nazil olub sənə. Təvəkkəl aləllah, təvəkkəl aləlhəyyilləzi la yamud. O kəsə bağlan, təvəkkül elə ki, o diridir və ona ölüm yoxdur. Elə bir şeyə söykən, elə şeyə söykən ki, möhkəm söykənəcək olsun, dirək olsun sənə. O şey ki, ona zaval yoxdur, aradan getmir, sənin kimi deyil. Onu başa düşəndən sonra bir dənə denən ilahi, duanı belə başla. O ilahi kəlməsini bunu başa düşə-düşə desən, görərsən nə qiymətli kəlmədir. Ay yeganə söykənəcək yer, ay yeganə ümid yeri, ay yeganə arxa, yeganə dost. Digərlərinin vəfasızlığını təcrübə elədim. Başa düşdüm, hamısı səndən başqa vəfasızdır. Onu başa düşəndən sonra bir dənə ilahi desən, ixtiyarsız gözündən yaş dökülər, ixtiyarsız. O halından deyəsən. Elə bir kəsin halında dinən ki, hara gedib zərbə görüb. O qapıya gedib, bu qapıya gedib, ancaq zərbə görüb, indi ham ondan üz döndərib, baxıb başa düşüb ki, bu bütlərdən mənə fayda yox. Büt ancaq daş heykələ demirlər ki, bütpərəst daşa ibadət eləyəndir. Büt o şeylərdir ki, biz Allahı qoyub onlara tərəf gedirik. Onlar hamısı bütdür bizim üçün. Onların hamısının vəfasızlığını təcrübə eləyəndən sonra yoruluruq, birdən Allaha üst tuturuq, deyirik ilahi. Bu bir kəlmə çox böyük dəyərə malik olur onda.